Bu gün Bərdə şəhərindəyik, Bərdə rayona gəlmişik. Şəhidimiz bizim kapitanımız, cəsur, gözəl döyüşlərində iştirak edən şəhidimiz, belə mərd, cəsur, igid qəhrəmanımız olan atamla ananın yanına gəlmişik. Oğlu Polkovnik Leytenant Təhminat Zamir qardaşımızın evinə, ata-ananın huzuruna gəlmişik. Özümüzə bir boş bildik. Bugün ayın 30'u 6. ay 2025-ci ildir. Ata-ananın yanına gəlməyə. Özümüzə bir fəxr qürur bildik. Hər bir evə, hər bir şəhidin evinə gedəndə də demişəm, yenə deyirəm ki, mən öz şəxs fikrim deyirəm, mən ata-ana huzuruna gedim, elə bilən Məşədi Kərbəlayi Hacı huzuruna getmişəm. Mən fəxr edirəm ki, sizin kimi gözəl atanın, ananın huzuruna gəldim, yanınızdayam. Allah sizə səbir versin, sizin ocağınızdayıq, şəhid qardaşımızın evindəyik. Eşitdim qardaşımızın hücrətindən, gözəl döyüşlərindən, gözəl əskərlərin rəftarlarından özümü bir fəxr bildim. Qardaşım Zahir dedim, gəldik sizin huzurunuzda da. Allah sizə səbir versin, Allah sizə dəyməsin. Sağ olun, Fuat kişi, çok sağ olun, hoş gelmişsiniz. Allah sizin de şəhidiniz, qardaşınıza rəhmət eləsin, cəmi şəhidlərə rəhmət eləsin. Bugün geldiğimiz ev Erzami'nin ata evidir. Ocağıdır. Gələn əhlarınız var olsun. Belə deyək də, Erzamin hələ hərbiçi olmamışdan da, orta məktəb oxuyandan da vətənpərvərlik müəllimlər tərəfindən, kənd cəmaət tərəfindən qeydə alınırdı. Ahali kənd cəmaət hamısı yaşı bilir. Sonradan da bu Xocalı faciəsində, soyqırımında, orta məktəb oxuyanda başqa məktəblərə getmək fikir vardı. Sonra fikrini dəyişdi, hərbiyə getdi. Hərbi məktəbdə işlədi. Vətən sevgisi onu cəlb elədi. Cəlb elədi o hərbiçi. Savadlı uşaqdı, getdi. Hərbi üstuna girdi, hərbi məktəbə girdi. Orada da Türk Respublikasının hərbi müəllimləri vardı o vaxtı. Onlar da İngilis dilin mükəmməl bilən müəllimlər idi. Erzamin o İngilis dilində onlardan götürdü, örgəndi, hərbi məktəbədə bitirdi. Orada da bir neçə təşəkkürlər aldı. Müdafiə Naziri tərəfindən mükafatlar da aldı. Yəni orada da üzümüzü ağartdı, orada da belə deyək də fəal oldu. Sonradan da hərbi fəaliyyəti başladı. Yəni bir çox xarici dövlətlərdə, o cümlədən İraqda, Pakistanda, Macaristanda, Amerikada, Sloveniya, İtaliyada, Türkiyədə dəfələrlə bir çox xarici dövlətlərdən oldu. Yəni mükəmməl bir hərbiçi yetişdi. Baş leytenantdan gəldi, polkovnik leytenanta qədər yüksəldi. Cürbəcür hərbi hissələrdə, hərbi korpuslarda iştirak elədi. Sonradan da vaxtları elə gəldirdi ki, müharibə yekunlaşmadı. Yekunlaşmayanda da bu torpaqlar almaq məsələsi qalxanda müharibə başladı. Bizim sizinkilərlə belə bütün şəhidlərimiz hamısı, o vətəndaş şəhidlərimiz hamısı torpaqlarımızın azad olunma uğrunda cəlb oldular müharibəyə. Şəhid olanlarımız şəhid oldu, qazi olanlarımız qazi oldu. Çox şükür ki, torpaqlarımız da azad oldu. İndi gözlə görükən kəndə nə bələdçib? Onlar öz qanları ilə, canları ilə torpaqlarımız azad ediblər. Üzümüzü ağardılar, alnımızı açıq edirlər. Azərbaycan xalqı Türk dünyasında başı uca edirlər. Mən deyəcəklər bu qədər. Allah qardaşımıza rəhmət eləsin. Gözəl vətənpərvərləri olub, gözəl şəhid olub. Ona görə sizin kimi gözəl ata-ananın huzuruna gəlib, eyvallah gəlmək mənim üçün böyük bir qürur fəxridir. Anama da baş sağlıq verirəm. Şəhidlərə ölməz yox, yaşamaq, yaşatmaq deyirik biz. Ruhlar şad olsun deyirik. Anam da yaralı bir anadır. Mən də Elzaminin anası kimi, Elzaminin anası kimi yox, bütün şəhidlərin anası adından deyirəm, şəhidlərimizin qədri, qiyməti bilinsin, yaşatsınlar adların, onlar gedib adları yaşasın. Elzamin oğlumdur deyin demirəm, Elzamin
30 ildə böyünən belə gəlsə, Elzamin kimi vətənpərvər Oğlumlar gəlməyəcək. olmaz, gəlməyəcək. Elzamin öz sözündə deyir, arzu eləyirəm, gələn nəsil öz sözüdür, öz ağzından çıxan sözdür. Vətənpərvər olsun, vətənə layiq övladlar olsun. Mən də elə deyirəm ki, görüb eşidənlərdən, bizə baxanlardan xahiş eləyirəm. Elzaminin adına layiq məktəb adı verilsin, Vətən Qəhrəmanı ordeni verilsin. Hara neyinirik, əlimiz çatmır, önümüz yetmir. Xahiş eləyirəm, köməklik eləyib. Elzaminin məktəbin adını, ya Vətən ordeni adı qüvvətlənsin. Elzamin 22 il hökumətin qulluğunda durub canla başla. Öz ailəsinin adı bu. Canla başla yeri yürüdü, hər yeri üzün ağ eləyib. Vətənində, elə atasının, anasının da üzün ağ eləyib. Xahiş eləyirəm, köməklik eləyəsiniz. Elzaminin məktəb adı, qəhrəman, vətənpərvər, vətən ordeni ilə tərtib olunsun. Sözüm bu qədər. Allah sizə səbir versin. Allah o gözəl balazın şad olsun deyirəm. Allah Allah köməyiniz olsun. sizin kimi gözəl atanı, ananı, uzun ömrü can sağ versin ki, biz fəxr edirik ki, sizin kimi ata, ananı tanıdıq, evinə gəldik. Elzami kimi qardaşımızı bugün tanımaq bizi qürur duyuruq. Onun kimi gözəl qəhrəman, onun kimi gözəl şəhidlərimizi bugün sayəsində biz, bizim xalqımız, bizim millətimiz, məmurlardan tutulmuş bütün hamı onların sayəsində evində rahat oturur, hamı oturur, yeyir, içir. Həm də Elzami kimi qardaşlarımıza, bütün şəhidlərimizə borcludur, borcumuz da var. Bugün İmam Hüseynin Elzami kimi qardaşlarımız, şəhidlərimiz hamısı davamçısıdır. Allah Teala İmam Hüseynin şəhadətindən onlara nəsib edib, Allah o nəsibdən də bizlərə qismət eləsin. Bugün özümüzə bir boş bildik ki, sizin huzurunuza gəlib, sizin evinizə, sizin süfrənizə bir çay içib, sizin kimi gözəl ananı, atanın yanında olmaq mənim üçün böyük bir qürur fəxridir. Mənim üçün ən böyük bir ziyarətgahdır. Sağ olun, gələnlər yenə burası Fatih kişi. Yenə sonda onu demək istəyirəm Sağ olun ki, ki, yada salmışsınız. Xoşdur, sonda borcumuz var. onu demək istəyirəm ki, gələcək nəvələrimiz, nəticələrimiz müharibə görməsin, heç bir vaxt torpaqlarımız işğal olunmasın ki, bizdə də müharibə olsun, gedək şəhətlər verək. Əmin-amanlıq olsun, sülh olsun, xalqımız əmin-amanlıq sülh şarasında yaşasınlar. İndi